Xorvatiyada doğulan Nikola Tesla bir texnologiya dahisi və radikal bir ixtiraçı idi. Alternativ cərəyan üzrə çalışmaları, fluoresan lampa, uzaqdan idarə etmə və bunlar kimi bir çox ixtiraları 20-ci əsrin texnologiyalarına yön vermişdir. Amma Tesla'nın bəlkə də ən böyük layihəsi və xəyalı bütün dünyanı təmiz və pulsuz enerji ilə təmin etmək idi. Amma əfsuslar olsun ki, bu xəyalı maddi dəstəkçilərinin bir anda layihədən çəkilmələri nəticəsində gerçək ola bilməmişdir. Bəziləri Tesla'nın bu limitsiz və pulsuz elektrik xəyalını dövrünün Amerikadakı ən güclü və varlı adamı tərəfindən yox edildiyinə inanırdı. J.P. Morgan. Gəlin gerçəkləri birlikdə görək. 19-cu əsrdə Tesla'nın hipotezinə görə elektrik enerjisi dünyanın təbii gücünü istifadə edərək hazırlana bilərdi. Tesla dünyanın təbii gücünü istifadə edərək bütün insanlara yetəcək dərəcədə enerji əldə edə biləcəyini düşünürdü. Hətta hipotezi gücləndirmək üçün Amerika Elektrik Mühəndisləri Birliyinə etdiyi təqdimatda elektrik enerjisini naqilsiz olaraq necə ötürüldüyünü göstərmişdir. 2 ədəd metal təbəqə və öz icadı olan Tesla bobini cihazını istifadə edərək 2 ədəd fluoresan lampa prototipini naqilsiz olaraq yandırmağı bacarmışdır. 1901-ci ildə Tesla bu layihəsini daha geniş çapda həyata keçirmək üçün New Yorkda Wardenclyffe qülləsinin inşasına başlamışdır. 50 metrlik bu qüllənin başında 55 ton metal istifadə edilərək hazırlanan bir qübbə, alt tərəfi isə 120 metr yerin altına girəcək formada dizayn edilmişdi. Tesla'nın hipotezinə görə qübbə dünyanın elektrik enerjisini alaraq bunu atmosferə yayacaqdı və planet üzərində fərqli yerlərlə qurulan qüllələr bir-birləri ilə bağlanaraq qlobal miqyasda elektrik enerjisi şəbəkəsi quracaqdı. Evlər, fabriklər və hətta gəmilər belə bu enerji şəbəkəsinə qoşularaq başqa heç bir yanacağa ehtiyac duymadan elektrik ehtiyaclarını qarşılaya biləcəkdilər. 1901-ci ildə kəşf edilən qitələrarası naqilsiz teleqraf xətləri və qüllədə uğurla nəticələnən siqnal testi proyektin uğurlu olacağına hər kəsi inandırmışdı. Proyektin maliyyə dəstəyi J.P. Morgan tərəfindən edilirdi. Tesla'ya dönəmin pulu ilə $150.000 sərmayə vermiş və bunun qarşılığında patentin 151-lik idarəçisi sahib olmuşdur. Amma 1905-ci ildə Tesla'nı şoka salan bir hadisə yaşandı və Morgan anidən proyektə etdiyi dəstəyi dayandırdı. Tesla tam da dünya miqyaslı bir texnologiya inqilabına hazırlaşarkən Morgan görəsən niyə proyektdən dəstəyini çəkmişdi? 20-ci əsrin əvvəlində Morgan Amerika polad və elektrik istehsalı monopoliyasının başında idi. Morganın layihəyə verdiyi dəstək qüllələri dünya miqyaslı rabitə şəbəkəsi olaraq istifadə etmək üçün idi. Amma qüllələrin həm də pulsuz elektrik enerjisi transferi edəcəyini öyrənəndə öz fosil yanacaqlara bağlı elektrik imperiyasının qarşısında bir əngəl olaraq gördü və proyektdən dəstəyini çəkdi. Çəkməklə qalmadı, media və hökumətdə olan gücünü istifadə edərək Tesla'nın yeni yatırımçılar tapma planlarını da yox etdi. Tesla 1943-cü ildə bir qəbçisiz və xəyalları puçulmuş bir ixtiraçı olaraq otel otağında öldüyündə FBI onun bütün işlərini ələ keçirdi və gizli arxivlərini əlavə etdi. Tesla'nın dövründə etdiyinin zamanın nə qədər irəlisində olduğunu anlamaq üçün günümüzdəki elmi irəliləyişlərə baxmalıyıq. Günümüzdə Asiyadakı böyük texnologiya şirkətləri naqilsiz elektrik enerjisi transferini bacardıqlarını açıqlayıblar. Hal-hazırda rekord 100 metr çapında olan bir bölgəyə naqilsiz olaraq elektrik transferidir. Amma şübhə yoxdur ki, yaxın gələcəkdə bu məsafə qat-qat artacaq. İnsan düşünür, eyni texnologiyanı bundan 100 il öncə edən və bunu bütün dünya miqyasında hazırlayan Tesla'nın layihəsi həyata keçsəydi, görəsən indi necə bir dünyada yaşayardıq?